Değerli izləyicilərim, sizlərə Saray qəsəbəsində, Saray Polis İdarəsinin tam olaraq yaxınlığında 2 sot yarım torpaq sahəsində tam mülkiyyət qubcalı 4 otaqdan ibarət həyət evi təqdim edirəm sizlərə. Değerli izləyicilərim, baxın, həyət evi, əsl həyət evi buna deyirlər. Yəni həyətin genişliyi əla, mükəmməl, yaşıllıq zonası, ağaclar, siz hətta burada yaşıllığı artıra da bilərsiniz. Yerdən kürsülü, modern üslubda tikilmiş əla bir həyət evi təqdim edirəm sizlərə. Evimizin tam olaraq ətrafına fırlanmaq mümkündür. Mən sizlərə göstərəcəm. İndi baxın, tam olaraq evin kənarına fırlanırsınız. Bir daha qeyd edirəm, paket kubça. Bütün tikinti normativləri tam olaraq qaydasında. Arxası, qarşısı, pəncərələrin qarşısı tam olaraq açıq, işıqlı bir həyət evi təqdim edirəm sizlər üçün, dəyərli izləyicilərim. Geniş həyətə məxsus. Abşeron rayon Saray qəsəbəsində dəyərli izləyicilərimiz. Yerləşmə yeri əla bir ərazidir, mükəmməl bir ərazidə yerləşir. Yaxınlığından 508 17 17A nömrəli avtobuslar hərəkət edir. Daxil oluruq evimizin içəri hissəsinə. Birinci mərtəbə tam olaraq isti döşəmədən ibarətdir. Dəyərli izləyicilərim, baxın. Təbii ki, bir mərtəbədən ibarətdir. İşıqlandırma sistemi mükəmməl, ideal şəkildə. Daxil olarkən solda bizim yerləşir belə bir gözəl qonaq otağımız. Sənəd paket qubça hazır əldə, alqı-satqıya hazır şəkildə. Siz bu evi alıb dərhal pasport qeydiyyatına düşə bilirsiniz. Baxın, belə bir gözəl, zövqlü şəkildə təmir olunmuş qonaq otağımız həyətinə rahatlıqla geniş vitraj pəncərə. İrəliləyirik, mətbəximiz sağda yerləşir. Belə bir gözəl ölçüdə mətbəx və bir daha vitraj pəncərə ilə həyətə baxış. Tam olaraq evimiz isti döşəmədir. Bir daha qeyd edirəm, sənəd paket qubçadır. 3 yataq otağımız var, əla ölçüdə. Ümumilikdə 4 otaqdan ibarətdir, dəyərli izləyicilərimiz. Baxın, pəncərələrin qarşısı açıq, günəş tam olaraq evimizin daxilinə işləyir. Digər yataq otağımız, görürsünüz, səliqəli şəkildə. Və sonda sizlərə sanuzel qovşağımızı təqdim edirəm. Dəyərli izləyicilər, evimizin satış qiyməti videonun açıqlama bölməsində qeyd olunacaq. Ətraflı məlumat üçün buyurub əlaqə saxlaya bilərsiniz. Bu günə bu qədər, növbəti çəkilişlərdə görüşənədək.